Salam, əziz və hörmətli müəllimlər. Mən Vüsalə Qədirova sizlərə müsahibə imtahanına dəstək məqsədi ilə 4 sualın izahını verəcəm. Buyurub dinləyə bilərsiniz. Birinci sualımız interaktiv təlim nədir? Belə sualla qarşılaşdığımız zaman belə qeyd edə bilərsiniz ki, interaktiv təlim qarşılıqlı əlaqə və fəaliyyət üzərində qurulan təlim deməkdir. Yəni interaktiv təlim şagird yönümlü təlim deməkdir. Ənənəvi təlimdə şagird passiv, yalnız informasiya qəbul edən tərəf kimi idisə, interaktiv təlimdə şagird aktiv tərəf olur. Şagirdlər biliyi bacarığa çevirən tərəf olur. İnteraktiv təlimdə informasiya mənbəyi yalnız müəllim deyil, şagird özü də nəyisə araşdırıb, analiz edib, qiymətləndirib öyrənə bilir. İnteraktiv təlimdə şagird subyekt gözündə görülür. Şagird aktivdir, şagird yönümlü təlimdir. Şagirdin fikirləri əsas götürülür. Bu interaktiv təlim haqqında, yəni qarşılıqlı əməkdaşlıq, qarşılıqlı əlaqə və fəaliyyət üzərində qurulan təlim deməkdir. İndi keçək ikinci sualımıza. Dərslərinizdə daha çox hansı iş formasından istifadə edirsiniz? Belə sualla qarşılaşdığımız zaman ilk öncə onu qeyd edim ki, təlimdə 4 iş forması var. Birincisi fərdi iş, ikincisi cütlərlə iş, üçüncüsü qrupla iş, dördüncüsü isə bütün siniflə iş formasıdır. Bizə belə sual verdikdə isə dərslərinizdə daha çox hansı iş formasından istifadə edirsiniz? Bu zaman qeyd edə bilərsiniz ki, hər hansı bir iş formasının adını çəkmirsiniz. Çünki qısa konkret məsəl üçün fərdi işdən, cütlərlə işdən yalnız istifadə edirəm kimi cavabları qeyd etmək doğru deyil. Bu zaman qeyd edə bilərsiniz ki, dərslərimdə il ərzində bütün iş formalarından istifadə edirəm, məqamında və vaxtına uyğun olaraq, təlim nəticəmə uyğun olaraq, alt standarta uyğun olaraq, yəni məqamında hər iş formasından istifadə edirəm. Öz məqamına, vaxtına uyğun hər iş formasından istifadə edirəm. Hətta bir dərsdə bir neçə iş formasından da istifadə edə bilərsiniz. Məsəl üçün, elə təlim üsulu var ki, həmin təlim üsulu tətbiq etdiyimiz zaman bir dərsdə 4 iş formasının 4-ündən də istifadə edə bilərsiniz. Bu, düşün, cütləş, bölüş, paylaş iş üsuludur. Yəni, düşün, cütləş, bölüş, paylaş təlim üsulunu dərsimizdə tətbiq etdiyimiz zaman təlim formalarının, yəni 4 təlim formasının 4-ündən də dərsimizdə istifadə edə bilərik. Bir dərs üçün bir neçə təlim formasından da istifadə edə bilərsiniz. Qısa konkret və hər hansı bir təlim formasının, iş formasının adını çəkmək düzgün deyil. Keçdik 3-cü suala. Ən çox sevdiyiniz şagirdin adı nədir? Ən çox sevdiyiniz şagirdin adı nədir sualı ilə qarşılaşdığımız zaman yenə də bu sualda da hər hansı bir şagirdin adını çəkmirsiniz. Yəni bu doğru hal deyil. Bütün şagirdlər mənim üçün əzizdir. Bütün şagirdlərimi sevirəm. Yəni bütün şagirdləri eyni səviyyədə, bütün şagirdlərə eyni münasibət bəslədiyinizi, hamısını sevdiyinizi, hamısının sizin üçün əziz olması fikrini bildirirsiniz. Keçdik 4-cü suala. 4-cü sualda təlimdə iş forması seçən zaman nələrə diqqət edirsiniz? Deməli, təlimdə iş forması seçən zaman müəllimin diqqət edəcəyi əsas məqamlardan birincisi dərsdə reallaşdıracağınız alt standartdır. Deməli, birinci diqqət edəcəyiniz məqam dərsiniz üçün reallaşdıracağınız alt standart. Alt standarta diqqət edəcəksiniz. Sonra dərsdən gözlənilən təlim nəticəsinə, yəni dərsin məqsədinə nəzərə alacaqsınız. Üçüncü, dərsdə istifadə olunacaq təlim üsuluna, yəni təlim üsulunu da nəzərə alacaqsınız iş forması seçən zaman. Sonra dördüncü isə dərsdə iştirak edən şagirdlərin sayı da nəzərə alınır. Yəni iş forması seçən zaman dərsdə
iştirak edən şagirdlərin sayını da nəzərə almaq lazımdır. Onu da qeyd edim ki, istənilən, yəni təlim formasından, yəni təlim iş formasından istifadə etdiyimiz zaman həyata keçirərkən şagirdlərin həmin təlim formasının təşkili ilə bağlı məlumat verməliyik. İş zamanı əməl olunacaq qayda və prosedurları şagirdlərə bildirməliyik. Şagirdlərin təlim nəticələri və qiymətləndirmə meyarlarını da əvvəlcədən onlara elan etməliyik. Dərsdə müəllimlər məqsədə uyğun olaraq müxtəlif təlim formalarından, yəni iş formalarından da istifadə edə bilər. Bayaq da biz qeyd etdik, bir dərsdə bir neçə təlim formasından da istifadə edə bilərsiniz. Yəni iş formasından da istifadə edə bilərsiniz. Bu da bizim 4-cü sualımızın cavabı idi. Hər birinizə uğurlar arzulayıram.